Əslində biz bu proqramı yaradanda bizim məqsədlərimizdən də biri o idi ki, bizim ölkədə çünki 19-cu əsrdə, 20-ci əsrdə, ümumiyyətlə ondan əvvəl də hər zaman qonaqpərvərlik, yardımlaşma, bu kimi ənənələr çox güclü olub. Biz inanırıq ki, həqiqətən indi də bu ənənələr güclüdür. Sadəcə bu güclülüyü biraz göstərmək lazımdır, ortaya çıxartmaq lazımdır. Biz təqaüd proqramı həm də bu minvalda görürük əslində. Düşünürük ki, təqaüd proqramına iyanələrlə, yardımlaşma işinə kömək etmiş olarıq. Həm də xalqımız arasında maarifləndirmə, bir-birinə kömək etmə. Yadınızdadır da, əsrin əvvəllərində Tağıyevin, Nağıyevin və digərlərinin xalqımızın etdiklərini biz bu gün də şəhərin mərkəzində də görə bilirik. Kimlərsə təqaüd verilib, həmin insanlar ondan sonra ictimai xadimi də olublar və ölkəmizə başqa formada da dəstək göstərə bilər. Əslində bizim məqsədimiz də budur. Bizim məqsədimiz də budur ki, həmin Avropaya gedib təhsil alan gənclər, əlbəttə ən yaxşı halda Azərbaycana qayıdaraq, digər hallarda isə Avropada yaşayaraq, yenə də Azərbaycan üçün çalışaraq bir fayda verməyə səy göstərməsidir.